Kızlar, herkese salam. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz. Dedim bu dəfə sizə belə canlı salamlayım. Normalda həmişə videolar çəkirəm. Ömərlə danışa-danışa video çəkmə bilmədiyimə görə keçən vlogumda demişəm. Ona görə üstündən səs zapis edib sizinlə salamlaşım və o vlogda nə işlər görmüşəm, o haqda sizə məlumat verirəm. Ümumilikdə sizinlə söhbət edirəm. Bugün isə dedim bir belə salamlaşım. Heç vaxt belə salamlaşmıram. Sizi yenidən çaylıqımla salamlayıram. İnşallah ki, hər kəs yaxşıdır qızlar. Gününüz xoş keçər. Xoş gün olar inşallah hər birinizə. Bilmirəm düzdür bu vlogu siz nə vaxt izləyəcəksiniz. Axşam izləyəcəksiniz. Ümid edirəm ki, gününüz xoş keçir. Səhər izləmiş olacaqsınızsa vlogu, o zaman gözəl keçər gününüz. Bunu diləyirəm Allahdan sizlər üçün. Belə başlayırıq. Demək birinci nədən? Öməri yedirtmişəm bu arada. Çaydanın içini doldurmuşam. İndi bunu qaynadım. Bir dəqiqə çay dəmləyim. Çay qədər yumuşam, tərtəmiz. Gördüyünüz kimi axşamdan qoymuşam. Belə bir dənə qəşəng çay dəmləyim və başlayaq işlərimizi görməyə. Öncə indi gedim yerləri yığım. Öməri yedirtmişəm, vitaminlərini vermişəm. İndi gedim qəşəng yerləri yığım. Bugün işim çoxdur biraz. Evləri siləcəm, tozları alacağım. Belə bir də soyuducunu təmizləmək istəyirəm bugün. Soyuducunu da təmizləsəm, soyuducu bir də koridordakı dolab. Bu ikisini təmizləmək istəyirəm. Növbəti gün isə mətbəx meblini istəyirəm təmizləyim. Həm dolabların içindəki bəzi şeyləri sərgiyə salmaq lazımdır, həm də alt dolabların üst hissəsini silmək. İçərilər səliqəlidir, çünki tez-tez götürürəm, qabları silirəm. Amma hansısından yenə də sərgiyə yoxsa olar, əlbəttə ki, siləcəm. Hansı səliqəsi qalacaq və üst hissələri bu hissələridir. Bu hissələrdir, silinməlidir və meblin baş hissəsi silinməlidir. Belə. Bunu əlbəttə ki, mətbəxə ayrı bir gün lazımdır. Normalda uşaq olmayan vaxtlarda Allah hər kəsə övlad nəsib eləsin. Ömər olmadan qabaq mən hamısını bir gündə eləyirdim. Başlayırdım mətbəxi tökməkdən, şkafların içini tökürdüm, sonunda silirdim, süpürürdüm, bitirdim. Amma indi belə eləmək olmur. Çünki Ömərin yeməyidir, onunla maraqlanmaqdır, oyun oynamaq lazımdır. Yəni saatlarla mən onu tək saxlaya bilmərəm də, belə. O yüzden uşağın rejiminə uyğun işlərimizi müvəqqətidir bu da əlbəttə ki, qaydasına salmağa çalışırıq inşallah ki, bacararıq. Belə, gedək, yerləri falan yığaq, gələk. Burada gördüyünüz kimi, həmişəki kimi Ömər gəlib iş görməyə imkan vermir. Bu proses əlbəttə yenə də deyirəm çox normaldır. Çünki onun indi hər şeylə maraqlanan bir yaş periodudur. Belə dava qırğınla, müsibətlə mənim aləmimdə əlbəttə siz burada dava qırğın görmürsünüz, amma mənim beynimin içində sanki bir müharibə gedir. Çünki fikrim həm işdə qalır ki, nəyi necə eləyim ki, vaxtında bitsin. Sonra uşağın yeməyə gəlir, sonra yenə gün orta yatmağa gəlir. Bilirəm ki, bütün analar körpə, yəni balaca uşağı olan hamı belə vəziyyətdədir beynin içi. Mən də burada indi yataqları dəyişdim, istəyirdim pasteli dəyişmək, pasteli dəyişdim. Ümumiyyətcə mən çoxdan izləyən qızlar bilirlər, mən çox sevmirəm yataq dəstini dəyişəndə çəkməyi. Ona görə sadəcə pakrovalı düzəltməyimə fikir verirdiniz, gördünüz. Əgər ki, bu moment birdən sual verərsiniz mənə ki, pasteli dəyişsəm çəkməz, çünki mən onu çəkmirəm, xoşlamıram. Çünki düşünürəm ki, əgər evdə mən valideynlərimin, nə bilim, qayana olsun, fərq yoxdur. Yəni, ümumiyyətcə böyüklər, əgər mənim yataq dəstimi, yatdığım yeri rəngini görmürlərsə evin içində, niyə bunu Azərbaycan görməlidir? Ona görə mən elə şeylər çəkmirəm, sadəcə təmizlikdir, yeməkdir, uşağa olan nəsə belə bölüşürəm sizlərlə. Belə qızlar, burada mənim mini bir yüküm var. Yük demək olmaz əlbəttə buna. Dədə-baba yükü kimi bir şey deyil. 4 dənə yastıqdır. 3'ü sintipondur, ikisi qədimi yastıqlardandır. Tüklü yastıq. Çünki mənim minnakım yenə gəlib. Çünki yəni evdə o sintiponları sevməyənlər var. Ona görə 2 dənə hələ köhnələrdən saxlamışam. Və bir dənə də adiyalımdır orada. Mən bunları bazanın altına da upakovka edib qoya bilərəm, amma qoymuram. Çünki əlimin altında mənə lazım olur. Evə kimsə gələndə, yatılı kimsə qalmaq istəyəndə və yaxud da ki, gecdir, artıq qonaq kimsə gəlib yola salmaq istəmirəm. Bunları həmən çıxardıram, əlimin altında mənə rahatdır. Belə üstünü də adiyalı ilə örtürəm. Bu adiyalı dünən yumuşdum, amma onu
çəkməmişəm, keçən vlogda deməmişəm sizə. Bunu yumuşdum. İçindən belə plastiyə bir-iki ədyal çıxartdım. Onları indi atacağım yumağa. Onları indi kənara qoydum. Ömər bu arada böyük maşını da görürsünüz də gətirib qoyub ortalığa. Bir bu burada qalsın, burada sürəcəm. Hərçənd ki, otaqda yer yoxdur sürməyə, nəysə. Burada da mənim çantalarımdır. Çantalarımın çox böyük bir qismi mamam gildədir. Hələ də mən oradan gətirməmişəm və belə görüb ki, heç gətirməyə də fikrim yoxdur. Gətirməyəcəm yəni ki, çünki mamam ara sıra dəyişir, özü üçün istifadə edir. Mən də qıymıram ona, oradan gətirim. Deyirəm qoy istifadə eləsin, zərəri yoxdur. Mən özümə yenə alaram. Hamısı da qət təzədir. Yaşıl rəngdə, iki cür qara rəngdə, sonra başqa rənglərdə də çantalarım var. Amma belə işlədir öz üçün. Mən zaten belə bir, yəni çox harası çıxmıram. Çıxanda da uşaqla çıxıram deyə yalnız orada gördüyünüz belə bej rəngdə olan çantam var, böyük. Onu istifadə edirəm. Çünki hal-hazırda xırda çantalardan istifadə etmək mümkün deyil. Çünki uşaqlıyam. Amma qızlarla harasa çıxanda eləyəndə, o da nə bilim ildə ayda bir dəfə, onda o balaca çantalardan istifadə edirəm. Ona görə də özüm üçün də burada saxlamışam. Amma böyük bir qismi yenə deyirəm, mamam gildədir. Belə buranı sərgiyə salmaq lazım idi. Toz idi çünki. Ümumiyyətcə mən hər zaman, yəni paltar götürəndə və yaxud nəsə aksesuar götürəndə çalışıram ki, elə eləyim ki, yəni çox qarma-qarışıqlıq olmasın və nəsə orada yerini dəyişəndə həmən dəqiqə düzəldirəm. İnsanlar var ki, yəni xanımlar var ki, atırlar ora üst-üstə, sonradan işlərdə çətinləşir. Bir də o gün bir xanım sual vermişdi ki, tez-tez eləyirsiniz dərin təmizliyi, yoxsa ayda bir dəfə falan. Qızlar, inanın ki, belə təvazökarlıqdan uzaq çıxacaq bəlkə də bu sözüm. Amma dərin təmizliyə əslində mənim evimdə ehtiyac olmur. Çünki hətta yoldaşım da dalınca mən gəzirəm, evdə nəsə hara götürüb qoyanda gəzirəm ki, dağıtmasın, yəni dağılıqlıq olmasın ki, sonra mənə iştahı da böyüyür və çətinləşir. Yəni belə uzaq başı, bax məsələn hicablarımdır, görürsüz, biraz belə nəsə yerindən oynayıb onları düzəldərəm. Və belə, yəni hər şey qaydasında olur. Uzaq başı paltarı çıxardaram oradan, saxladığım o dolabı silərəm, tozunu alaram və yerinə yerləşdirərəm təzədən. Yəni bunu da ayda 2 dəfə falan belə eləyirəm. Yəni kifayət eləyir. Çox toz olmur. Və gördüyünüz kimi çanta dolabımda artıq tozunu almaq zamanı idi. Aldım. Bu sumkaların da birini, bunu Hindistan sərgisindən keçən yoldaşım mənə aldı. O birisi uzunsov olan, üstü işləməli. Onlar hamısı əl işidir qızlar. Çox gözəldir. O uzunsovu isə Dubaydan hədiyyə gətirmişdilər. Onu da çox sevər işlədirəm. Bunun da içində öz rəngində belə kosmetika kimi bir şey var. O sumkanın. Onu bir kənara qoymuşam. İçində kosmetik vasitələr, kosmetik də deyil, krem falan bir şeylər qoymuşam. Onu ora sonradan yerləşdirəcəm. Belə ortaqda olan əlavə şeyləri yığışdırıram. Gəldim indi Ömərin otağına. Axşamdan çıxan geyimləri falan qataladım, səliqəyə saldım. Şkafı bax görürsünüz, hər dəfə, hər gün səhər mən pastilləri yığanda dolabları da bir dəfə belə əl gəzdirirəm və həqiqətən onda inanın ki, çətin olmur. Yəni bacarsınızsa belə eləyin ki, dolablar lap qarma-qarışıqlıq olmasın. Sizə də artıq əziyyət olacaq sonra. Yavaş. Deməli qızlar, bu pasteldir. Bir də bu ədyaldır. Altdakı da belə qalın pasteldir. Bunları yükün içindən çıxartmışam. Ona görə bunları atacağım da fırlanmağa. Növbə ilə birinci bu pastellərim çıxsın. Yatağımı dəyişmişəm. Allah fırlansın, sonra bunların ikisini növbə ilə atacağım, yulsun. Sonra ucu tozları almağa falan başlayacağım. Çünki bunlar toz eləyirlər. İstərsiniz paltarı çıxart, sal, az, qurut, elə toz olur. Belə qızlar. Həyatı çıxardacaq, xiyar turşusudur. Hamısı həyata gedəcəkdir, okey? Davay, get. Gidelim ama biraz dincəlsin 5 dəqiqə. Xalidin halına baxın. Bura dəhşətli bir vəziyyətdədir. Hər yerdədir. Son bir neçə gündür ümumiyyətcə özüm bilərək əl vurmuram ki, bir qəşə təmizləyim. İndi sizə video çəkim. İndi qəşə bunları
sökək dağıdaq. Bax, bu saxlama qablarını indi hamısını təmizləyəcəm. Hamısını təmizləyəcəm. Kızlar, gördüyünüz kimi ikraları mən qışa hazırladığım ikralarda onlara hələlik qoymuşdum soyuducuya. Çünki ev biraz isti olurdu ara sıra. Mən biraz qorxurdum ikralara görə və pomidorların da bəzilərini yerləşəni qoydum soyuducuya. İndi onları da çıxardacağım. Hamısını evin dalına aparacağım və stolun altında bilirsiniz yığmışdım da mətbəxdə müvəqqəti ki biraz havalar çöldə sərin olsun ki mən aparım həyətə. Mən çünki padvala qoymuram. Çünki mən padvala girib çıxa bilmirəm. Mən qorxuram padvaldan. Ona görə elə evin dalında yer var. Ora qəşəng yerləşdiririk. Mənə daha rahatdır. Yəni istəyəndə gedirəm, götürürəm belə. Və belə onları da ortadan yığışdırandan sonra lap bir rahatlıq olacaq. Çünki hər dəfə mən pulu siləndə o bankalar oradan çəkirəm, silirəm, süpürürəm və mənə ekstra bir işdir də o da. Belə qızlar, burada da soyuducunu əvvəl fikirləşdim ki, özümə iş açmayayım. Bu şüşələri həmişə çıxardıram, həyətdə yuyuram normal vaxt. Amma indi hava biraz sərin idi. Həm də Ömər, mən çölə çıxsam, mənim dalımda çölə çıxacaq və mən onu evə salmağım qeyri-mümkün olacaq. İşim tökülüb qalacaq. Ona görə də mən bunları çıxartmaq İstəmədim, amma sonradan gördüm ki, yox, belə ürəyimcə olmur təmizlik. Ondan sonra çıxardım. Orada şampunladım. Belə rahat oldu şampunlamaq. Amma hamısını bir-bir çıxartdım, yudum, quruladım və yerinə qoydum. Çünki bax, o şüşələrin yerləşən o ara hissələrinin toz yığılır, ora qəşəng təmizlənmirdi. Ona görə belə. İndi paraşoklayıram, artıq durulama aşamasına keçmişəm. Burada indi durulayacağım, sonra görəcəm ki, yox da o deyil. Yaxşı olmur, ona görə çıxardacağım bir-bir hamısını təmizləyəcəm. Kızlar, gördüm ki, yaxşı sirə bilmirəm, narahatdır bu hissələri, toz idi. Hamısını çıxartdım, prosta hamısını bir dəfə çıxartmıram, 2-2 çıxardıram ki, mətbəxdə yer yoxdur da, hamısı üst-üstə qalmasın. Ömər qaçırır bura, əlinə ayağını şuna batır. Sürüşüb durulama aşamasında. Kızlar, bunları da hamısını ayrıca yumuşam, qəşəng paraşokladım, qurutdum, buraya yerləşdirdim. Bunu da bu hissəsi çıxır, bu ara bütün hamısı qırıntı var idi. Hamısını təmizlədim, gül kimi elədim. İndi yerləşdirəcəm. Sonra bu qapı hissə qalıb. Elə. Qızlar, soyuducu sərgiyə saldım. Bu arada belə şirniyyatlarımız vardı. Peçeyni, nə bilim, şokoladlı şirniyyatlar. Bunları bir yerə qoydum. Bu bankalarsız günümüz olmasın. Alça turşusu falan belə şeylər. Yeməklərimi qoydum. Pendirdir, yağdır burada. Arxada sasis, kalbasa falan onları yerləşdirmişəm. Yumurtam bitib, indi yoldaşıma demişəm, alıb gələcək. Burada sarımsaqdır. Mənim sarımsağı qapıda saxlayıram belə. Təmizlənməmişdi. Bunları təmizləyib buzluğa qoyacağım. Bu aralar özüm təmizləmirdim ki, çünki buzluqda çox idi məndə. Ona görə bunları təmizləyib qoyacağım buzluğa. Burada dərmanlardır, nə bilim, özümün maskalarımdır. Bunlar burada qalmalıdır. Bu da qoz ləpəsindən üyütdüyümdür. Şirniyyatçıl. Bunu da belə bura qoyuram həmişə. Bu da kişmiş falan belə şeylər. Onları soyuducuya qoyuram. Bu da bizim konfetimiz. Buna da belə saxlama qabı axtardım, nəsə tapmadım. Desəm ama gələn nəsə aparmışam, qalıb onlarda. Tapmadım. Bu finalı da o gün yoldaşıma demişəm, yağ al. Biz həmişə bundan alırıq. Götürüb bundan alıb. Deyirəm ki, mən bundan işlətmirəm də. Heç nə. Ömər əlbəttə ki, bundan işlətmirəm. Daha indi özümüzə məcburda pul vermişik, işlədirəm. Amma normalda kırlangıc işlədirəm. Всё. Budur. Ömər acdı, ona görə də yemək istəyir, hə? Gedək. Yaxşı. Bu arada buralarda belə sərgəldir. Belə artıq aylıq bazarlıq eləməyə yavaş-yavaş vaxtı yaxınlaşır. Ət, toyuq çox bitir. Burada da qışlıq stokladığım tərəvəzlər falan, yarpaq falan belə şeylərdir. İndi qaldı buraları silmək, üstünü silib təmizləmək. Onu da uşağı dizdirim, gəlib elə. Bir də baxın, soyucudan çıxan zirzibil. Buna baxın. Həmişə bir bu qədər çıxır lazımsız. Limon mütləq olmalıdır. Bu Galina Blankanı mən almamışam. Mən belə şeylər işlətmirəm. Yəqin ki, nə bilim, yoldaşım nə vaxtsa alıb bilməyib. Belə üstü qalıblar, sərgiyə salacağım. İndi gedib uşağı dizdirim, gəlirəm. Kızlar, bu arada Ömər'i yedirtdim. Artıq elə vaxt keçdi, yoldaşım gəldi. Ona da yemək verdim. İndi bir dənə bu
gördüyünüz kimi bu yükü yığmışdım səhər. Onun yanındakı dolab, bu çamadan dolabım qarşıydı. Buranı qəşəng səliqəyə saldım. O çamadanların içində belə maraqlı bir şeylər yox idi. Ona görə çəkmədim. Ancaq yoldaşımın formalarıdır, sapaqlarıdır. Bu iki çamadanı aparacaq inşallah işə. Biri qalacaq. Ona görə belə səliqəli çamadanların da üstünü slipindən, salfeti ilə silmişəm. Qəşəng indi bura yerləşdirirəm. Yerləşsin. Sonra dolablarla tamamilə tozu ilə bitdim. Yəni bitirdim. Ömərin də dolabların tozunu almışam. Hissə isə dərin təmizliyimi eləyirəm. Yəni bu toz alma dərindən bu işi görürəm. Hissə isə ara bir Ömər də yola verəm. Belə bu dolabda tamam. İndi getmək istəyirəm sabahın yeməyini bişirməyə. Çünki sabah yoldaşım evdə olmayacaq. Bəlkə 1-2 gün evdə olmadı. Mən Ömərlə yemək bişirmək mənə çətin olacaq. Ona görə evdə yemək olsun. Belə toz işi ilə bitdim tamamilə. Paltarların hamısını, pastellər, adyalar hamısını çıxartdım bir-bir. Qurudu, hamısını qataladım, yerinə qoydum. Ütlənmələri ütülədim. Daha onu çəkmədim çünki keçən vlog ütü işinə baxmısınız. Ona görə çəkmədim, yorucu olmasın. İndi isə keçdim bu minnaq, gözəl, estetik, çox güclü, balaca olmağına baxmayın. İqruşkaya oxşayır, amma çox güclü olan toz soğranımla evi qəşəng toz soğranlıyım. Düşündüm ki, bunu da eləyim, sonra yeməyə bişirim. Hələ vaxtı var, yatmaq hələ vaxtı deyil. Bir yarım saat vaxtım var. Özümə adətən qızlar, mən telefonda vaxt qoyuram. Belə timer kimi deyirəm, məsələn 10 dəqiqəyə bu işi görəcəm və 10 dəqiqədə o işi görürəm. Amma vaxt qoymasam elə bil o iş uzandıqca uzanır. Siz də bir dəfə belə eləyin, baxın görün, alınacaq. Və yaxud da paltaryon maşın işləyirsə, məsələn 30 dəqiqə işləyir də, deyirəm ki, mən 30 dəqiqənin içində evi toz soğranlayacağam, siləcəm. Özümə bir şərt qoyuram və həqiqətən də bitir. Belə ev toz soğranladım, sildim. Silməyi sizə göstərmədim, yorucu olmasın deyə. İndi də yeməyimi başladım bişirməyə. Qəşəng toyuğum yudum, biraz aş üzərinə qoydum, suyu süzülsün. İndi sarkök, duz, istiot vurmuşam. Heç nə başqa vurmamışam. Sonda pişənə yaxın barbekü vuracağam. Ona görə başqa heç nə vurmadım. Ailə bilim mayonez, qatıq, tomat, heç nə, turşu falan heç nə vurmamışam. Belə. Bunlar qəşəng biraz qapağını örtdüm ki, biraz pörtləşsin. Sonra açacağam, qəşəng çıtır-çıtır qızarsın. Burada da 5-6 tane kartuşka soydum, qəşəng qızarsın. Kartofu da duzladım, istiotladım, sarköklədim, qabaqcadan harmanladım belə və yağ əlavə elədim. Sabaha menüdə kartof toyuq qızartmasıdır. Neçə dəfə eləmişəm. Sobada bişirmişəm. Dedim bu dəfə tavada bişirim, bunda dadı bir başqa olur. Və gördüyünüz kimi barbekü sosu bizim süfrəni səhv etmirəmsə çox dadlıdır qızlar. Turş məzə dadı var, biraz turşu dadı verir, amma biraz fərqli turş məzəlikdir. İstifadə etməmişsə alın, istifadə edin. Toyuqların və ətlərin qızarmasında çox ləzzətlidir. Belə vlogu burada tamamlamaq istəyirəm. Artıq gecdir, yatmaq zamanıdır. Yeməyim də bişdisə, bunu da yer verim soyuducuya. Qazı siləcəm və Ömər aparım yatırdım gecə olmadan. İnşallah ki, növbəti vlogda soyuducunun üstün təmizliyi qaldı. Bir də mətbəx dolablarının üst iç hissəsinin təmizliyi. Onları inşallah sizə göstərəcəm. Sağ olun, salamat qalın. Növbəti gün görüşərik.